Salam uşaqlar, xoş gördük hər birinizi. Biz keçən dəfə 33-cü sualda qalmışdıq, buradan da davam edəcəyik. Belə videoların davamının olmasını istəyirsinizsə, abunə olub like etməyi unutmayın. Başlayaq. Cümlələrin birində sadə düzəltmə mürəkkəb zərf işlənmişdir. Qəzəblə dediyi sözləri indi gülə-gülə xatırlayırdı. Burada indi sadə zaman zərfidir. Gülə-gülə isə fe'lə bağlamadır. A olmayacaq. İrəlidə gedənlər hərdən bir arxaya dönürdülər. İrəlidə sadə zərfdir. Hərdən bir mürəkkəb. Arxaya isə burada isimdir uşaqlar. Haraya sualına cavab verməsinə baxmayaraq. İndi bu sahədəki uğurlarımız sanki bir qədər artıb. İndi sadə zərfdir. Bir qədər mürəkkəb zərfdir. Düzəltmə zərfi isə yoxdur. Bu da olmayacaq. Çoxdan yağan qar hələ əriməmişdir. Çoxdan burada düzəltmə zərfdir, hələ sadə zərfdir, mürəkkəb olmadığı üçün bu da olmayacaq. Sabah sadə zərf, yenidən düzəltmə, üz-üzə isə mürəkkəb zərfdir. Deməli, cavabımız olacaq E bəndi. 34-cü sual. Quruluşca mürəkkəb yer zərfi hansı cümlədə işlənmişdir? Əsgərlər gölün yanındakı sakinlərlə rastlaşdılar. Burada heç ümumiyyətlə zərf yoxdur. A olmayacaq. Arabir yağan yağış birdən gücləndi. Burada birdən düzəltmədir. Arabir isə mürəkkəbdir. Ara və bir sözlərindən. Cavabımız olacaq B bəndi. Hansı nümunədə lalə zərf düzəldən şəkilçisi deyil? Mən sənə rəğbətlə yanaşıram. Necə? Rəğbətlə. Burada var. Əsgərlərimiz dəyanətlə vuruşurlar. Necə? O vəziyyətdən məharətlə çıxdı. Necə? Uşaq səbirlə, təmkinlə sualları oxuyurdu. Necə? Səbirlə, təmkinlə. Mənimlə belə danışma. Kimlə? Mənimlə. Gördüyünüz kimi burada ilə qoşmasıdır və kim ilə. Biz bunu ayrılıqda işlədə bilərik. Deməli, cavabımız olacaq E bəndi. Hansı cümlədə dan-dən zərf düzəldən şəkilçi kimi işlənmişdir? Tahir lətifənin əksinə olaraq ucadan danışırdı. Necə danışırdı? Ucadan. Cavabımız elə olacaq bu. Digərlərinə də baxaq. Bir neçə gündən sonra, gündən burada çıxışlıq haldır. Zərnişan aydan arı sudan duru. Aydan, sudan çıxışlıq haldır. Bu da olmayacaq. Elələrindən. Bu da olmayacaq, çünki çıxışlıq haldır. Kimdən? Bu da. Cavabımız A bəndi. Keçək növbəti suala. Hansı mürəkkəb zərflər defislə yazılmır? Biri və ya hər ikisi şəkilçi qəbul etmiş sözlərin təkrarı ilə düzəlir. Bunlar, baxaq, bunlar defislə yazılacaq. Babə bitişdiricinin köməyi ilə düzələnlər. Bitişdirici deyiriksə, uşaqlar, deməli bu bitişik yazılmalıdır. Dalbadal, yanbayan, üzbəüz. Cavabımız olacaq B bəndi. Mürəkkəb zərflərin biri səhv yazılmışdır. Üz yuxarı 1-ə 5, gec tez, hərdən bir, taybatay. Burada uşaqlar, hərdən bir bitişik yazılmalıydı, yəni səhv yazılıb. Cavabımız E bəndi olacaq. Hansı cümlədə düzəltmə zərfinin yazılışı səhv verilmişdir? O dahiyanə fikirlər söylədi. Burada dahiyanə düz yazılıb. Döyüşçülər cəsarət ilə hücuma keçdilər. Cəsarət ilə yox, cəsarətlə olmalı. Cavabımız B bəndi olacaq. Heyrətlə düzdür. Ərəbcə düz yazılıb. Birdən bu da düz yazılıb. Zəng vurulandan sonra xeyli oturdum. Yazı işlərini diqqətlə yoxladığım cümləsində zərfin mənaca hansı növlər işlənmişdir? Gəlin baxaq. Vurulandan sonra əvvəl qabaq bəri sözləri çıxışlıq halından sonra işlənmişsə,
Deməli, bu zərf olmayacaq. Qoşmadır orada. Xeyli. Deməli, burada kəmiyyət zərfidir. Diqqətlə yoxladım. Tərzi hərəkət zərfidir. Baxaq, başqa zərf yoxdur. Deməli, nə olacaq? Kəmiyyət zərfi, tərzi hərəkət zərfi. Cavabımız olacaq. Uşaqlar, 2 dənə variant var burada. Həm C, həm də D. Hansını istəsəniz götürə bilərsiniz. Bir daha nəzərdən keçirək. Bəli. Keçdik növbəti suala. Qapını açandan sonra yavaşca içəriyə boylandı, salamlaşdı və oğluna xəbər aldı cümləsində zərfin mənada hansı növlər işlənmişdir? Ardıcıllıqla bizdən soruşur. Açandan sonra yenə çıxış xalına işlənən bu qoşmadır. Yavaşca içəriyə boylandı. Necə yavaşca? Sadəcə burada ədatdır. Amma deməli, yavaş sadə tərzi hərəkət zərfidir. Cavabımız tərzi hərəkətindən başlayacaq. Deməli, B deyil, C deyil, E də olmayacaq. Salamlaşdı və oğlunu xəbər aldı. Deməli, haraya boylandı? İçəriyə. Şu an içəriyə yer zərfidir. Tərzi hərəkət və yer olacaq cavabımız. Deməli, A bəndi. Bu da olmayacaq. 42-ci sual. Tərkibində kəmiyyət zərfi olan cümlələri müəyyən edin. Bu aşdan doyunca ye. Nə qədər doyunca? Uşaqlar, burada ınca fe'li bağlama şəkilçisidir. Inca incə şəkilçisi A olmayacaq. Azlıq, çoxluğa. Burada lıq və lığli şəkilçisi isim düzəldir. Bu da olmayacaq. Sevil bu barədə çoxdan düşünürdü. Zaman zərfi düzəlib burada. Onlar bazardan xeyli meyvə aldılar. Xeyli ismə aid olduğu üçün say olacaq. Az danışmaq. Az deməli, zərfdir və fe'lə aiddir. Deməli, cavabımız olacaq E bəndi. Keçək növbəti suala. Bir dəqiqə uşaqlar. Aha. Tərkibində zaman və tərzi hərəkət zərfləri olan cümləni müəyyən edin. Zaman, deməli, zaman, bir də tərzi hərəkət. İllər beləcə bir-birini əvəz edirdi. Burada yoxdur. Axşamüstü çobanlar sürünü otura-otura gətirirdilər. Axşamüstü zaman zərfidir, otara-otura fe'li bağlanır. Bu da olmayacaq. Ambarın artan xərcli göz açmağa imkan vermirdi. Burada ambarın zərfdir, amma başqa zərf yoxdur. Bu da olmayacaq. Dünənsin yolunuzu səbirsizliklə gözləyirdik. Nə vaxt? Dünən. Necə? Səbirsizliklə. Deməli, cavabımız olacaq D bəndi. Qələmin uşaqlar başlığı çıxdı. Aha. Deməli, cavabımız nə oldu burada? D bəndi. Keçdik. Tərkibində zaman və tərzi hərəkət zərfləri olan cümləni müəyyənləşdirin. Həm zaman və tərzi hərəkət zərfləri. Həmişə mən bunları görə-görə. Uşaqlar, burada görə-görə A fe'li bağlamadır. A olmayacaq. Biz xəzəllərin üstü ilə tələsmədən addımlayırdıq. Burada madan mədən fe'li bağlamadır. Bu da olmayacaq. Gənc xəfifcə gülərək cavab verdi. Burada gülərək fe'li bağlamadır. Bu da olmayacaq. Gecə körpə qəfildən oyandı. Nə vaxt? Gecə. Necə oyandı? Qəfildən. Deməli, cavabımız olacaq D bəndi. E'də isə yağış axşam çox yağmamışdı. Burada axşam zamandır, amma çox. Deməli, zaman zərfidir. E də olmayacaq. Cümlələrdən birində zaman və tərzi hərəkət və yer zərfləri işlədilmişdir. Zaman, tərzi hərəkət. Baxaq.
zaman, tərzi hərəkət, yer zərfləri. Dünən zaman zərfidir. Cəsarətlə tərzi hərəkət zərfidir. İrəli yer zərfidir. Cavabımız elə olacaq A bəndi. Cümlələrdən birində yer, tərzi hərəkət və zaman zərfləri işlədilmişdir. Yer, tərzi hərəkət və zaman. Gecə zaman zərfidir. Sürü şahit hücumdan başqa zərf yoxdur. A olmayacaq. Dünən zaman zərfidir. Məharətlə tərzi hərəkət zərfidir. Baxaq, daha da şövqə gətirirlər. Başqa zərf yoxdur. İrəlidə, irəli yer zərfidir. Yan-yana tərzi hərəkət zərfidir. Hərdən bir zaman zərfidir. Cavabımız olacaq C bəndi. Hansı cümlədə iki sadə zaman zərfi işlənmişdir? 2, deməli, 2 sadə, bir də zaman. İçəridə uşaqlar dərs oxuyur, hərdən sola sual-cavab edirdilər. İrəlidə sadədir, hərdən düzəltmə zaman zərfidir. A olmayacaq. Gecə yarısı düzəltmədir. B olmayacaq. Uzaqdan görünən çınar kəndə xüsusi bir gözəllik verirdi. Burada zaman zərfi yoxdur. Birdən-birə gürültü ilə, birdən-birə mürəkkəbdir. D də olmayacaq. Dünən başlayan yağış səhər də kəsilmək bilmirdi. Dünən başlayıb, səhər də kəsilmirdi. Deməli, cavabımız E bəndi olacaq. 48-ci sual. Hansı cümlədə iki sadə zaman zərfi işlənmişdir? Aşağıdakı binalar yeni təhvil verir. Burada yoxdur. Bayram sayağı bəzənmiş şəhər. Burada da yoxdur. Dünənki söhbət yenidən gündəmə gətirildi. Burada da yoxdur. Birdən-birə mürəkkəbdir, bizdən sadə soruşur. Axşam yarımçıq qoyduğum işi indi bitirməliyəm. Axşam, bir də indi. Cavabımız olacaq E bəndi. Nümunələrin birində yer zərfi fe'li sifətə aiddir. Yer zərfi nəyə aiddir? Fe'li sifətə aiddir. Meşəni yandıran şəxsləri məsuliyyətə cəlb etdilər. Burada meşə isimdir, fe'li sifət yandırandır. A olmayacaq. O ürəyindən keçən sözləri, ürəyindən isimdir, keçən fe'li sifətdir. Bu da olmayacaq. İçəri daxil olan müəllimi uşaqlar sevinclə qarşıladılar. İçəri yer zərfidir. Daxil olan mürəkkəb, yəni tərkibi fe'li sifətdir. Cavabımız olacaq C bəndi. Keçək növbəti suala. Hansı cümlədə dandən zərf düzəldən şəkilçi deyil? O əlini uşağın çiyninə qoyub astadan necə zərfdir. Çoxdan zərfdir. Şəhərdən isə uşaqlar haradan sonra cavab verdiyi üçün çıxışlı haldadır. Cavabımız C olacaq. Yenidən zərfdir. Hərdən o da zərf olacaq. Zaman zərfi. Hansı cümlədə dandən zərf düzələn şəkilçi deyil? Deməli, dərin, o anasının üzünə baxıb dərindən kök sötürdü. Necə? Dərindən. Bu olmayacaq. Xeyli vaxt olar kənddən uzaqlaşmışdı. Haradan? Kənddən. Çıxışlı halda. Cavabımız bu olacaq. Qəfildən. Necə? Olmayacaq. Ucadan. Necə? Olmayacaq. Yenidən. Nə vaxt? Bu da olmayacaq. Tərkibində tərzi hərəkət və yer zərfi olan cümlələri müəyyən edin. Deməli, tərzi hərəkət və yer zərfləri. Yazda zaman zərfidir. A olmayacaq. Böyüklərə qarşı həmişə diqqətli və qayğıkeş olun. Burada həmişə zaman zərfidir. Bu da olmayacaq. Eldar New Yorkda yaşayan Harry ilə tez-tez məktublaşırdı. Burada tez-tez
Uşaqlar tez-tez həm tərzi hərəkət zərfi olur, həm də zaman zərfi ola bilir. Nə vaxt məktublaşırdı tez-tez? Burada zaman zərfidir, amma yer zərfi yoxdur. Bu da olmayacaq. Deməli, evin ağsaqqalı gələnlərə hörmətlə qarşılayır, içəridə oturdurdu. Hörmətlə tərzi hərəkət zərfidir, içəri isə yer zərfi. Bizdən də tərzi hərəkət yeri soruşurdu. Cavabımız D bəndi olacaq. Burada baxa-baxa feili bağlamadır, amma içəri yer zərfidir. Ancaq E də olmayacaq. Keçək növbəti suala. Düzəltmə kəmiyyət zərfinin işləndiyi cümləni müəyyən edin. Hüseyn başqa uşaqlardan fərqli olaraq xeyli meyvə dərmişdi. Bizə nəyi soruşdu uşaqlar? Kəmiyyət zərfini. Xeyli isimə aid olduğu üçün A olmayacaq. Bir neçə ümumiyyətlə saydır. Amma burada tamamilə sağalmışdı. Necə sağalmışdı? Və yaxud da nə qədər sağalmışdı? Görək hansına cavab verir? Tamamilə sağalıb. Nə qədər sağalıb? Tamamilə. Deməli, həm də tamam sözün köküdür və düzəltmə olacaq. Cavabımız B bəndi. Usta bir qədər düşünüb. Nə qədər düşünüb? Bir qədər mürəkkəbdir. Çəpəki, necə sözdür çəpəki? Burada da tərzi hərəkət zərfidir. Pərviz qonaqlara dil-ucu salamlaşdı. Necə salamlaşdı? Dil-ucu tərzi hərəkət zərfidir. Cavab B bəndi. Nümunələrin birində zərf işlənməmişdir. Burada uşaqlar günbəgün mürəkkəb zərfdir. Yanbayan mürəkkəb zərfdir. Dalbadal mürəkkəb zərfdir. Burada rəng-bərəng sözü uşaqlar isimə aid olduğu üçün nə sayılacaq? Sifət olacaq. Cavabımız D olacaq. İlbəyil. Bu da feilə aid olduğu üçün zərf sayılacaq. Cümlələrin birində dadə şəkilçisi zərf düzəltməmişdir. Fərid gündə nə vaxt? Gündə zərf olacaq. Birlikdə necə zərf olacaq? Ərazidə harada sonra cavab verdiyi üçün yerlikəl olacaq. Cavabımız C olacaq. Yayda nə vaxt? Təklikdə necə? Bunlar da olmayacaq. Cavab C bəndi. Əlli altıncı sual. Tərkibində düzəltmə zərf olan cümləni müəyyənləşdirin. O hadisədən sonra Fərrux hərdən qocaya baş çəkirdi. Nəyi soruşur bizdən? Düzəltmə zərf. Hərdən nə vaxt? Cavabımız A olacaq. Burada zərf yoxdur. Hava birdən-birə. Bu deməli mürəkkəbdir. Sabaha inamı yox idi. Nəyə? Uşaqlar, baxın. Sabah, axşam, gecə, gündüz ismin sonra cavab verirsə, zərf yox, isim olacaq. D-də olmayacaq. Samirə dalğın baxışlarla oğlanı süzüb otaqdan çıxdı. Burada ümumiyyətlə nə yoxdur? Zərf yoxdur. Hansı cümlədə sadə düzəltmə mürəkkəb zərf işlənmişdir? Yəni, quruluqsa 3 tür zərf soruşur bizdən. Çoxdan düzəltmə zərfdir. Tez-tez mürəkkəb zərfdir. Amma sadə zərf yoxdur, A olmayacaq. Dünən sadə zərfdir. Diqqətlə düzəltmə zərfdir. Bir mürəkkəb zərfdir. Cavab B bəndi olacaq. Yazda düzəltmə zərfdir. Ara-sıra mürəkkəb zərfdir. Sadə zərf olmayacaq. C-də getdi. Cəsarətlə düzəltmə zərfdir. Hər gün mürəkkəb zərfdir. Sadə yoxdur. Üzbəüz mürəkkəbdir. Həmişə sadə zərfdir. Düzəltmə yoxdur. Cavab B bəndi. Hansı nümunədə zərf yoxdur? Gəlin baxaq. Ölkənin şöhrəti yüksələn zaman vüqarla dayanır qalaları da. Vüqarla necə? A olmayacaq. Gecə ürəyimi nə vaxt gecə olmayacaq. Tək ürəyimdə bayramım olsun, bahara çevrilər payızda, qışda. Nə? Payız, qış.
Burada yoxdur, cavab C olacaq. Həmişə burada zərfdir. Hərdən bu da zərf olacaq. Cavab C bəndi. Düzəltmə zərf işlənmiş cümlələri müəyyən edin. Qəsdən 3 gün keçirdi. Uşaqlar, burada ən şəkilçisi əgər gördünüzsə leksikdir və nə düzəldir? Zərf düzəldir. Amma burada qəsdən isə dandən çıxışlı xal şəkilçisidir. Yəni qəsdin üstündən 3 gün keçirdi. Deməli, bir olmayacaq. Amma 2-yə baxaq. O qəsdən. Deməli, burada qəsd an-ən leksik olacaq. Cavab 2 olacaq. Sədaqətlə birlikdə. Burada sədaqət xüsusi isimdir. İlə də qoşma olacaq. 3-də olmayacaq. Qəhrəmanlıqla necə? Biri 4 olacaq. Bu da la leksikdir. Mən bunları təzə öyrənmişəm. Burada təzədə sadədir. Cavab 2 və 4. Amma elə cavab yoxdur. Baxaq. Hə, uşaqlar 3-ə qaydaq. 3-də başqa nə var görək? Birlikdə. Burada dadə də necə sonra cavab verir. Demək, dadə leksikdir. 1. Deməli, cavabımızın da 1, 3 olacaq. 2, 3, 4. C bəndi. Tərkibində modal sözü olan cümlələrdən birində zaman, tərzi hərəkət və kəmiyyət zərfi işlənmişdir. Modal söz olan cümlələrin tərkibində zaman, tərzi hərəkət və kəmiyyət. Axır ki, nənəmiz gəlib çıxdı. Bizi bağrına basaraq xeyir dua verdi. Dünən zaman zərfi. Başqa bir şey yoxdur. A olmayacaq. Əlbəttə, əsgərlərimiz dünən zaman zərfi. Cəsarətlə tərzi hərəkət zərfi. Xeyli kəmiyyət zərfi. Əlbəttə də uşaqlar modal sözdür. Cavab B bəndi olacaq. Keçək növbəti suala. Modal sözlü cümlələrdən birinin tərkibində zaman, kəmiyyət, tərzi hərəkət zərfi işlənmişdir. Sanki kimsə bu xəbərləri dərhal sənə çatdırır, yenə bizi üz-üzə qoyur. Dərhal zaman zərfi. Bizi üz-üzə qoymaq burada frazoloji birləşmədir. Cavab A olmayacaq. Belə ki, bugün Aysu həvəslə işləmiş, biraz yorulmuşdu. Bugün zaman zərfi, həvəslə tərzi hərəkət zərfi, biraz nə olacaq? Kəmiyyət zərfi. Belə ki, burada da belə ki olacaq. Belə ki, nədir uşaqlar? Bağlayıcı. Ona görə B olmayacaq. Ki, belə ki, aydınlaşdırma bağlayıcısıdır. Doğrudur, Güləmbər xala azacıq duruxdu. Birdən Zəminəni tanıyıb gülümsədi. Azacıq duruxdu. Kəmiyyət zərfidir. Birdən zaman zərfidir. Tanıyıb isə efeylə bağlamadır. C olmayacaq. Məhəmmədəli kişi həqiqətən Allah adamı idi. Ona görə cəmaət həmişə onun xətrini çox istəyirdi. Həmişə zaman, çox, tərzi hərəkət, üzr istəyirəm, kəmiyyət zərfi, tərzi hərəkət zərfi isə yoxdur. D-də olmayacaq. Şübhəsiz Aysel indi zaman zərfi, xeyli işləyərək, xeyli olacaq necə? Kəmiyyət zərfi, tapşırıqlar dürüst yerinə yetirir. Necə? Dürüst. Bu da olacaq tərzi hərəkət zərfi. Cavab olacaq E bəndi. Şübhəsiz də uşaqlar, bu da şübhəsiz ki, nədir? Modal sözdür. Keçək növbəti suala. Zərfin quruluşsa hər üç növünə aid nümunə hansı cümlədədir? İllərlə görmədiyim dostum indi təəccüblə mənə baxırdı. İllərlə görmədiyim dostum. Təəccüblə necə?
necə baxırdı? İndi zaman zərfi. Amma bizdən qurulu hissə soruşursa, ümumiyyətlə burada mürəkkəb yoxdur uşaqlar. A getdi. Bu ilğımların altından dünən getdiyi yolu bugün geri döndü. Dünən sadə zərfdir, bugün mürəkkəb zərfdir, geri sadə zərfdir. B-də olmayacaq. Çoxdan düzəltmə zərfdir. Birdən birə mürəkkəb zərfdir. Başqa baxaq görək. İndi sadə zərf olacaq. Cavab C bəndi. Axşam o bizə baxmaya ehtiyac yoxdur. Keçək növbəti suala. Zərfin quruluşu hər üç növünə aid nümunə hansı cümlədədir? Yavaş-yavaş mürəkkəb zərf, irəli sadə zərf, başqa yoxdur. Getdi. Yayda deməli düzəltmədir. İndi sadədir. Birdən-birə mürəkkəb olacaq. Cavab B bəndi. Nümunələrdən birində müxtəlif mənalı sözlərdən əmələ gələn mürəkkəb tərzi hərəkət səhvləri işlənmişdir. Uşaqlar zərfləri deyir, tərzi hərəkət və müxtəlif mənalı sözlərdən əmələ gəlməlidir. Birdən-birə müxtəlif mənalı deyil. A olmayacaq. Üzr istəyirəm, səhv seçdim. A olmayacaq. Sırağa gün ümumiyyətlə sadə zərfdir. Bu da olmayacaq, amma axşamüstü müxtəlifdir. Bu bir dənə sadəcə olaraq. Kərim kişi at üstü dərəyə yaxınlaşdı. At üstü biri budur. Qonaqlar dilucu salamlar. Dil və ucu biri də budur. Cavabımız olacaq C bəndi. Keçək növbəti suala. Zərfin bütün məna növlərinə aid nümunələr işlənmiş cümləni müəyyən edin. Zərfin bütün məna növləri deyəndə tərzi hərəkət, zaman, yer və kəmiyyət zərfi. Arabir zaman zərfidir. Yuxarı yer zərfidir. Biraz kəmiyyət zərfidir. Çox narahat edir. Çox. Burada nə olacaq? Kəmiyyət olacaq. Deməli, hansı olmadı? Zaman, yer, tərzi hərəkət olmadı. A olmayacaq. Azad əvvəlcə müəllimə baxdı, sonra astaca sağa dönərək otaqdan çıxdı. Əvvəlcə müəllimə baxdı, sonra zaman zərfidir. Astaca tərzi hərəkət zərfidir. Otaqdan uşaqlar burada yer yox, isimdir. B-də olmayacaq. Biz irəli gedib, irəli yer zərfi, ehtiyatla tərzi hərəkət zərfi, başqa zərf yoxdur, olmayacaq. Uşaqlar bağdan biraz meyvə dərib yavaş-yavaş oradan uzaqlaşdılar. Biraz meyvəyə aid olduğu üçün bu sayı olacaq. Yavaş-yavaş tərzi hərəkət zərfi, oradan yer zərfi, başqa yoxdur, bu da olmayacaq. Səlim cəld otaqdan, cəld tərzi hərəkət zərfi, sonra zaman zərfi, biraz fikirləşib kəmiyyət zərfi, geri yer zərfi. Cavab olacaq. Zərfin bütün məna növləri işlənmiş cümləni müəyyən edin. Yenə, anam hər gün deməli zaman zərfi. Nə vaxt durar tezdən? O da zaman zərfi olacaq. Astaca tərzi hərəkət zərfi. Səhər yeməyi deyirsə uşaqlar nə sonra cavab verir və isimdir. A olmayacaq. Sənəm əvvəl yenib evdən çıxdı. Əvvəl zaman zərfi, sonra o da zaman zərfi. Yavaş-yavaş tərzi hərəkət zərfi, yer yoxdur. İndi az və asıdan danışır. Nə qədər? İndi zaman zərfi az. Kəmiyyət zərfi, astadan tərzi hərəkət zərfi, içəri də yer zərfi. Cavab C olacaq. Keçək 67-ci suala. Nümunələrin birində zərfin bütün məna növləri işlənmişdir. Fikrimiz, qəlbimiz versin əlinə, biz də görmüşük ki, dünyada hələ. Baxaq görək burada. Burada zərf demək olar ki, yoxdur. Niyə gəldik üz-üzə? Üz-üzə gəlmək. Üz-üzə gəlmək uşaqlar frazoloji birləşmədir.
Burada da olmayacaq. Sayrışan işıq topası tədricən düzüm-düzüm cərgələnir. Sanki indicə ətrafı nura qərq edəcək. İşte indi zaman zərfidir. Düzüm-düzüm tərzi hərəkət zərfidir. Başqa zərf yoxdur. Beləcə böyüdük bir zaman bizdə bizim yatacaq daşdan xəbərsiz. Və baxaq, bizdə burada zərf yoxdur. Pristav kazakları burada yer zərfi. Ağıda sayrışan adamları indi zaman zərfi. Tez tapıb tutacağına, qabağına qatıb həbsxanaya aparacağına çox inanmışdı. Çox tərzi hərəkət zərfi. Tez tapıb, necə? Tez. Bu da tərzi hərəkət zərfi olacaq. Deməli, çox kəmiyyət, tez tərz, indi zaman, burada yer zərfi. Cavab B olacaq. Nümunələrin birində zərfin bütün məna növləri işlənmişdir. Əgər siz dinc dayansaydınız, mən buraya gələrdim, nə də sizi çağırardım. Dinc, dayanmaq, tərzi hərəkət. Bura yer zərfi, başqa zərf yoxdur. A olmayacaq. Axşam, zaman zərfi. İçin tərzi hərəkət zərfi, başqa zərf yoxdur. Sakitcə, tərzi hərəkət zərfi. Ara bir, zaman zərfi. Dodaqaltı, bu da tərzi hərəkətdir. C olmayacaq. Cəld qapını açıb, cəld tərzi hərəkət. İçəri, yer zərfi. Orada, yer zərfi. Çox, kəmiyyət zərfi. Burada nə olmadı? Zaman olmadı. D-də olmayacaq. Təbiət özü də kövrəlib biraz. Tərz deyirəm, üzr istəyirəm. Kəmiyyət zərfi. Göylər üzü qoylu düşüb buraya. Necə üzü qoylu? Tərzi hərəkət haraya? Buraya yer zərfi. Göz yaşı düşəcək sanki indicə. İndicə zaman zərfi. Cavabımız olacaq E bəndi. Keçək deməli neçəyə? 69. Düzəltməli zərfləri müəyyən edin. Qəfildən, qəfildən düzəltmədir. Kənddən çıxışlı haldır olmayacaq. Hərdən bir mürəkkəbdir. Casınacəsinə, igidcəsinə düzəltmədir. Şairanə düzəltmədir. Söhbətçil, ümumiyyətlə nədir uşaqlar? Söhbətçil insan, sifət düzəldir. Bu da olmayacaq. 1, 4, 5. Görək bu açıq suallar, yoxsa bu tərəfdə variantlar var. Uşaqlar açıq sual imiş. Düzəltmə zərflər. Əvvəlki, demək ki, burada sifət düzəldir. Çoxdan zaman zərfidir. Addım başı mürəkkəbdir. Qaraşın dərəcədə dəyişmiş sifətdir. Casına cavabımızın biri bu olacaq. Qəflətən, qəflət, an ənşəci qəflətə. Aha, deməli 2, 5, 6. Tərzi hərəkət zərfi işlənmək cümlələri müəyyənləşdirin. Körpəsini məhəbbətlə, necə məhəbbətlə süzdü? Əhməd gülə-gülə, gülə-gülə burada feili bağlamadır. Hava gözlənilmədən dəyişdi. Madan feili bağlamadır, bu da olmayacaq. Mehbarə qonşuda dilucu tanınmışdı. Necə? Dilucu 4 olacaq. Hərdən bir zaman zərfidir. Cavab 1 və 4. Düzəltmə zərf işləmək cümlələri müəyyən edin. Bayaq dediyimiz kimi 2D varsa uşaqlar burada, deməli qəsd isimdir. Qəsdən də çıxışlı halıdır. 1 olmayacaq. Danışa-danışa feili bağlamadır. Yanaşı, biri bu olacaq cavabımızın. Mərdliklə necə? 1-ə 4 olacaq. İndi zaman zərfidir. 5-də olmayacaq. Amma üzr istəyən bizdən düzəltmə zərfi soruşur, amma 5-də sadə zaman zərfidir. Ona görə olmayacaq. Qocalar yanaş. Deməli, burada yan, yanaşı. Aşı burada şəkilçidir. Necə oturmuşlar yanaşı?
keçək. Düzəltmə zərfləri müəyyən edin. Deməli, baxaq. Cacə uşaqlar dil bildirən sözləri artırırlarsa, düzəltmə olur. İngiliscə, almanca, fransızca, cavabımızın biri 3 olacaq. Casına var, mehribancasına. Ustalıqla, necə, cavabımızın biri bu olacaq. Bilməcə isimdir. Məncə modal sözdür. Gəlincə incə burada fe'li bağlama şəkilçisidir. Bu da olmayacaq. Hansı sözlər zərfdir? Deməli, sağa sola. Təbii ki, sağa sola baxırdı. Haraya? Bir yer zərfidir. Baxa baxa a fe'li bağlamadır. Gülə gülə fe'li bağlamadır. Armaz şəkilçisi fe'li bağlamadır. Yan yana. Bir də uzaqdan uzağa. 1, 4, 5.